Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz özünü paklaşdırmayan şəxsin elminin həqiqi əsl elm olmaması ilə bağlı olacaq inşallah. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, "La tədxulul mələikətu beytən fihi kəlbun." İt olan evə mələklər girməz. Bu hədis ev barəsində deyilsə də, bəzən onu insanın qəlbinə də nisbət verirlər. Çünki həqiqətdə insanın qəlbi də bir evə bənzəyir. Əgər insanın qəlbində şeytan olsa, bu eyni ilə it olan evə bənzəyər. Necə ki, it olan evə mələklər girməz, şeytan olan qəlbə də həqiqi elmin daşıyıcısı olan mələklər daxil olmazlar. Bilirsiniz niyə? Çünki haqla batil, nurla zülmət bir araya gəlməz. Məsələn, baxın, çirkli bir qaba təmiz su töksən də, o qaba tökülən o təmiz suda çirklənəcək. Niyə? Çünki hələ o qabın çirkabı təmizlənməyib. Ona görə də gərək ilk öncə qabın çirkabını təmizləyəsən ki, o qaba tökülən təmiz su çirklənməsin. Baxın, insan da eyni ilə belədir. Yəni, əgər qəlbində şeytanlar məskən salmış bir şəxs hər nə qədər elm öyrənirsə öyrənsin, bu şəxsin elmi onu daha çox uçuruma, zəlalətə aparacaq. Çünki bu şəxsin də qəlbində şeytanlar məskən salır və onlar imkan verməz ki, bu insan öz elmindən düzgün istifadə eləsin. Buna görə də insan da gərək öz qəlbini ilk öncə şeytanlardan və günahlardan təmizləsin ki, öyrəndiyi elmlər onu zəlalətə yox, səadətə çatdıra bilsin. Buna əsasən biz deyə bilərik ki, ömrünü bu dünyada elm öyrənməyə sərf edən belə şəxslər hətta mümkündür ki, bəzi sahələrdə mütəxəssis də olsunlar. Amma gözəl əxlaqa sahib olmadan, qəlbini günahlardan təmizləmədən, şəhvət hissininəsirinə çevrilmiş belə insanlar əslində həqiqi elmdən uzaqdırlar və onların bütün zəhmətləri hədərə gedibdir və onların öyrəndikləri elm onları Allaha yaxınlaşdırmaq əvəzinə əksinə ondan uzaqlaşdırır. Çünki İmam Sadiq əleyhissalam buyurur ki, "Əl-ilmu nurun yəqzifuhullah fi qalbi mən yeşə." Elm elə bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə salar. Yəni, qəlbi Allah nuru ilə, ilahi elmlərlə dolmuş bir şəxs Allahdan başqasını görməz, ora şeytanları daxil eləməz. Diqqət edin, öz elminə əməl etməyən insanların məsəli eyni ilə bal verməyən arıların məsəlinə bənzəyir. Bal verməyən arıların başqalarına faydası olmadığı kimi, öz elminə əməl etməyən insanların da başqalarına faydası olmaz. Necə ki, bal verməyən arılar ancaq vızıldayarlar, öz elminə əməl etməyən insanlar da eləcə boş-boş danışarlar. Bilirsiniz niyə? Çünki Həzrəti Əli əleyhissalam buyurur ki, söz əməllə birləşməsə fayda verməz. Yəni, öz dediyin sözə özün əməl etməsən, o sözün heç bir faydası olmaz. Peyğəmbər salavatullah buyurur ki, "Qasamə zahri racülən." İki kişi mənim belimi sındırdı. Alimun mutəhəddikun. Biri elminə əməl etməyən alim və cahilun mutanassikun. Digəri isə cahil abiddir. Yəni, bu iki dəstədən olub, Həzrəti Peyğəmbər salavatullaha əziyyət verməkdənsə, sadə dindar olub, düz bildiklərinə ixlasla əməl etmək daha yaxşıdır, daha fəzilətlidir. Və öz elminə əməl etməyən şəxslərin digər bir xüsusiyyətləri də
onların təkəbbürlü və riyakar olmalarıdır. Baxın, qəlblərini təkəbbür və riyakarlıq xəstəliyi bürümüş belə insanlar öyrəndikləri elmlə cəmiyyətdə şan, şöhrət, hörmət, izzət qazanmağa çalışırlar. Yəni bunların əsl hədəfləri Allah Taala'nın dinini təbliğ etmək deyil. Əslində bunlar riyakarlıq edərək özlərini təbliğ edirlər. Cəmiyyətin tərifini, bəhbəhini eşitməyə çalışırlar. Bunların hədəfləri budur. Belə şəxslər, bu təkəbbürlü insanlar başqalarına yuxarıdan aşağı baxırlar. Özlərini cəmiyyətdən üstün görürlər, özlərini başqalarından üstün görürlər. Amma bəzən də görürsən ki, xeyr, bunlar nə edirlər? Cəmiyyətdə özlərini təvazükar kimi göstərməyə çalışırlar. Həqiqətdə isə bunların hədəfləri təvazükarlıq eləmək deyil. Bunlar o yalancı təvazükarlıqlarını da riyakarlıq üzündən eləyirlər. Yəni özlərini cəmiyyətdə yaxşı və təqvalı, imanlı insan kimi göstərərək cəmaatın gözündə dindar, alim və s. bu kimi gözəl sifətlərlə tanınmaq istəyirlər. Amma əslində elə deyillər. Tam əksinədirlər. Bir sözlə deyə bilərik ki, bu cür şəxslər şəraitə uyğun olaraq hər rəngə boyana bilirlər. Diqqət edin, biz qısa olaraq bunu deyə bilərik ki, insanın zahiri pak olmasa, onun zahiri ibadətlərinin, batini də pak olmasa, batini ibadətlərinin heç bir faydası olmaz. İnsan öz qəlbini günahlardan təmizləməyincə həqiqi ilahi elm nuru ora saçmaz. Çünki elm batini bir ibadətdir. Necə ki namaz zahiri ibadətdir, yəni insanın zahiri, məsələn bədəni, paltarı pak olmayınca insanın namazı düzgün olmaz, insanın batini də pak olmayınca onun batini ibadəti, yəni elmi düzgün olmaz. Batini paklaşdırmaq da, yəni insan öz qəlbini günahlardan, şeytanlardan və pis əməllərdən təmizləməlidir. Əgər belə olmasa, həqiqi ilahi elm ora saçmaz, elm nuru ora daxil olmaz. Baxın, ancaq elm öyrənməklə məşğul olub, öz əxlaqını düzəltməyən insanlar eynilə zahiri gözəl, daxili isə çürümüş meyvəyə bənzəyirlər. Allaha and verirəm izzət-i cəlalına xatir. Bizləri də oxuduqlarımıza, eşitdiklərimizə əməl edən bəndələrindən qərar versin inşallah. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuh.